Salam müəllimlər. Bu gün sizə müəllimlərin etik davranış qaydaları dərsinin testlərinin izahını verəcəm ətraflı şəkildə. Bu izahdan sonra heç kəsə bu mövzu ilə bağlı qaranlıq heç nə qalmayacaq. Odur ki, diqqətli olaq müəllimlər. Birinci sualımız belədir ki, müəllim fəaliyyəti zamanı müəllim adına, işgüzar nüfuzuna xələl gətirə biləcək tənqidi mülahizələrə yol verməməlidir. Diqqətlə qulaq asırıq. Baxın, nüfuza xələl gətirə biləcək tənqidi mülahizələr. Elə burada xələl sözü bizim açar sözümüzdür ki, biz buradan nəyi götürək? Əlbəttə, loyallığı götürək. Çünki loyallıq müəllimin etik davranış qaydaları prinsipində loyallıqda demişdik ki, müəllim peşə vəzifəsinə aid olmadığı hallarda işlədiyi digər müəssisənin və yaxud da ki, dövlət orqanlarının rəhbərlərinin fəaliyyəti barədə hər hansı bir mülahizələrdən çəkinməlidir və eyni zamanda öz işgüzar nüfuzuna xələl gətirə biləcək hərəkətlərə yol verməməlidir. Elə burada da xələl sözü bizim açar sözümüzdür ki, biz nəyi götürək? Loyallığı götürək. Düzgün cavab olacaq C variantı 1-də. İkinci sualı oxuyuruq müəllimlər. İkinci sualda deyir ki, müəllim işlədiyi təhsil müəssisəsinin fəaliyyəti barədə kütləvi informasiya vasitələrinin nümayəndələrini qanunla müəyyən edilmiş qaydada doğru məlumatlandırmasına kömək etməlidir. Bəli, burada da əlbəttə diqqətlə baxaq. Nə olmalıdır? Demək ki, elə ictimai etimad olmalıdır. Nə üçün? Çünki o ictimai etimadda da deyirdi ki, nə etməlidir? Ümumiyyətlə, müəllim işlədiyi o təhsil müəssisəsidir. Hər hansı bir qurumda əgər çalışırsa, həmin işlədiyi müəssisənin, yəni o deməli, daxili intizam qaydalarına əməl edərək, ümumiyyətlə, qaydalara əməl edərək işlədiyi müəssisə haqqında kütləvi informasiya vasitələrini düzgün, doğru, dürüst deməli məlumatlandırmalıdır. Burada da əlbəttə ictimai etimad olacaq düzgün cavab. Yəni ictimai etimadın açar sözü nə idi? Düzgün qaydada informasiya verməlidir və eyni zamanda da kütləvi informasiya vasitələri sözünü harda görürüksə, biz bu zaman müəllimin etik davranış qaydası olaraq ictimai etimadı götürə bilərik. Və burada da açar söz kimi kütləvi informasiya vasitələrin yadınızda saxlaya bilərsiniz. İkinci sualımızda, deməli ikinci sualın cavabı nə oldu? İctimai etimad oldu, C variantı oldu. Nə üçün? Çünki müəllim kütləvi informasiya vasitələrinin nümayəndələrini, yəni qanunla müəyyən edilmiş qaydada doğru məlumatlandırmalıdır. Bu bizim açar sözümüzdür burada. Növbəti sualımız üçüncü sualdır. Üçüncü sual deyir ki, müəllim valideyn iclası keçirirsə, yəni müəllim valideyn iclası keçirir və şagirdlərin neqativ davranışlarının səbəbini ilə bağlı məlum olan informasiyanı müzakirəyə çıxarmır və iclasdan sonra valideynlə fərdi danışır. Bu situasiyaya əsasən müəllim etik davranış qaydalarına aid hansı prinsipin tələbinə əməl etmişdir? Baxın müəllimlər, biz konfidensiallığı oxuyanda demişdik ki, müəllim qanunla nəzərdə tutulmuş hər hansı peşə fəaliyyəti zamanı təhsil alanların və onların valideynlərinin, həmkarlarının şəxsi həyatı barədə onların, yəni daim konfidensiallığı qorumalıdır. Konfidensiallıq da nədir? Konfidensiallıq, yəni gizliliyin qorunması deməkdir. Yəni onların həyatında baş verən hər hansı bir problem varsa, şəxsi həyatlarında və yaxud da ki, məktəblə bağlı hər hansı bir problemləri varsa, onları müəllim daim konfidensiallığın, yəni gizliliyin qorumalıdır. Onu məsələn valideyn iclasında açıq-aşkar digər valideynlərin yanında deməməlidir. Çünki əgər müəllim bunu edərsə, həmin valideynin gələn dəfə olan valideyn iclasında artıq gəlməsinə mane olmuş olacaqdır. Çünki valideyn artıq iclasdan yayınacaq. Çünki 11-ci dəfə məsələn bütün valideynlərin içərisində əgər müəllim utandırsa, belə deyək də, etdiyi məsələn onun barəsində olan məlumatı bütün hamının içərisində desə, onu utandırsa, təbii ki də o gələn dəfəki iclasdan yayınacaq, məktəbdən ümumiyyətlə uzaqlaşacaq. Müəllim valideyn əməkdaşlığına xələl gəlmiş olacaq. Ona görə də müəllim nə etməlidir? Konfidensiallığı daim qorumalıdır. Ona görə də etik davranış qaydası olaraq müəllim hansına əməl etmişdir? Burada da əlbəttə ki, konfidensiallığa əməl etmişdir. Ona görə də 3-də düzgün cavab C variantı olacaq ki, müəllim konfidensiallığı qoruyub. Nə üçün? Çünki valideynlə fərdi danışır və onu, yəni onunla bağlı olan o məsələni müzakirəyə çıxartmırsa, bu zaman konfidensiallığı qorumuş olur 3-də. Növbəti sualımız 4-cü sualdır. 4-cü suala baxırıq müəllimlər.
4-cü sualda deyir ki, etik davranış qaydaları ilə bağlı verilmiş yanlış fikri tapın. Baxın müəllimlər, burada biz yanlışı axtarırıq. Baxaq görək etik davranış qaydalarından yanlış olanı hansıdır? A-nı oxuyuram. A-da deyir ki, etik davranış qaydalarına əməl etmədiyinə görə əmək müqaviləsinə xitam verilmiş müəllim bir il pedaqoji fəaliyyətlə məşğul ola bilməz. Bəli, bir də kitabda da həmin cümlə var idi ki, pedaqoji fəaliyyətlə müəllim bir il məşğul ola bilməzdi. Bir ildən sonra artıq bərpa olunurdu. Bir də deyir ki, bu qaydaların tətbiqində məqsədlərdən biri təhsil müəssisəsinin fəaliyyətində şəffaflığın artırılmasına nail olmaqdır. Bəli, doğru. C-də deyir ki, qaydalar bütün növ təhsil müəssisələrində çalışan müəllimlərə şamil edilir. Doğrudur. Yəni müəllimlərin etik davranış qaydaları bütün müəssisələrdə çalışan müəllimlərə şamil edilir. Təkcə orta məktəb deyil. D-də deyir ki, qaydalar təhsil müəssisəsi iştirakçılarının qarşılıqlı münasibətini tənzimləyir. Bəli, müəllimlərin qarşılıqlı münasibətini tənzimləyir bu prinsiplər. Yəni davranış qaydaları əlbəttə ki, biz müəllimlərin təhsil iştirakçılarının qarşılıqlı münasibətini tənzimləyir. Bu tamamilə doğrudur. Y-də deyir ki, təhsilin bütün səviyyələrində təhsil alanların ümumi davranışını tənzimləyən normaların məzmusudur. Yəni təhsilin bütün səviyyələrində təhsil alanların yox, təhsil verənlərin davranışını tənzimləyirdi bu. Burada təhsil alanlar sözü olduğu üçün Y variantında. Ona görə də burada Y variantı yanlış variant olacaq müəllimlər. Baxın diqqətlə, demək ki, təhsil alanlar yox, təhsil verənlərin davranışını tənzimləyirdi burada. Demək ki, burada yanlış variant Y variantıdır 4-də. 5-ə baxırıq müəllimlər. 5-də deyir ki, müəllim tədris prosesində yeni mövzunu izah etsə də, şagirdlərə biliklərinin möhkəmləndirilməsi ilə bağlı heç bir tapşırıq vermir. Həmçinin şagirdlərin dərsi necə mənimsədiklərini yoxlamır. Müəllim daha çox dərs prosesində özü danışır, şagirdlərin marağını nəzərə almır. Baxaq görək indi burada deyir verilmiş situasiya ilə bağlı doğru fikirləri müəyyən edin. Aşağıda verilənlərdən biz doğru olanı seçirik müəllimlər, diqqətlə baxırıq. Bir də deyir ki, müəllim şagirdlərin maraqlarını nəzərə almamaqla bir neçə pedaqoji tələbi pozmuş olur. Baxırıq müəllimlər, diqqətlə deməli, mən oxuyuram, diqqətlə baxırsınız. Müəllim deyir şagirdlərin maraqlarını nəzərə almamaqla bir neçə pedaqoji tələbi pozmuş olur. Bəli, müəllim əlbəttə ki, bir neçə pedaqoji tələbi pozmuş olur. Elə bir doğrudur. Buradan biri götürə bilərik. 2-də deyir ki, müəllimin mədəni davranış etik prinsipinə əməl etmədiyi görünür. Xeyr, yəni müəllim burada heç bir mədəni davranışı pozmur. Ona görə də 2-ni götürə bilmərik. 3-də deyir müəllimin peşəkarlıq, fərdi məsuliyyət, etik prinsipinə əməl etmədiyini müəyyənləşdirmək olar. Bəli, müəllim peşəkarlıq göstərmir də burada. Çünki müəllim öz fəaliyyəti zamanı peşəkarlıq və fərdi məsuliyyətə deyirdi ki, müəllim öz peşəkarlığı ilə, yəni peşəkarlığını nümayiş etdirməlidir. Peşəkar səviyyədə gördüyü işi peşəkar səviyyədə görməyə borcludur. Peşəkarlıq və fərdi məsuliyyətdə belə deyirdi müəllimin etik davranış qaydalarında. Ona görə də müəllim burada peşəkarlıq göstərmir. Çünki işini peşəkarcasına görmür. O səbəbdən burada biz 3-ü götürə bilərik. Çünki peşəkarlığı pozmuş olur. 3-ü götürə bilərik. 4-də deyir ki, müəllim keyfiyyətli təhsil vermək hüququndan düzgün istifadə etmir. Xeyr, keyfiyyətli təhsil vermək müəllimin hüququ deyildi, müəllimin vəzifəsi idi. Ona görə 4 yanlışdır. Demək ki, burada doğru olanlar 1 və 3 oldu müəllimlər. Düzgün cavab da oldu B variantı. 6-ya baxırıq. 6-da deyir ki, müəllim şagirdinin şəxsi həyatı barədə ona məlum olan məlumatların gizliliyini təmin etməlidir. Verilən nümunə etik davranış prinsiplərindən hansına uyğundur? Bəli, biz bayaq da dedik ki, gizliliyin qorunması nə idi? Gizliliyin qorunması ilə konfidensiallıq idi ki, müəllim şagirdinin şəxsi həyatı barədə, eyni zamanda onun valideynlərinin şəxsi həyatı barədə məlumatları daim yəni gizliliyin qorumalıdır. Onu şagirdlər içərisində, valideynlər içərisində heç zaman qeyd etməməlidir. Hər hansı bir problem olarsa, onu yəni fərdi formada həm şagirdlə, həm valideynlə fərdi formada danışmalıdır. Yəni onu daim konfidensiallığı müəllim olaraq qorumalıdır.
Ona görə də müəllim əgər öz şagirdinin, yəni hər hansı bir şagirdin şəxsi həyatı barədə məlumatın gizliliyini təmin edibsə, bu zaman konfidensiallığı qorumuş olub. Burada da düzgün cavab 6-da D variantıdır müəllimlər. 7-yə baxırıq. 7-də deyir ki, müəllim şagirdin irqinə, cinsinə, dininə, etnik mənsubiyyətinə görə fərq qoymamalıdır. Baxın müəllimlər, irqinə, cinsinə, etnik mənsubiyyətinə görə fərq qoymamalıdır dedikdə bizim yadımıza nə düşür? Əlbəttə qərəzsizlik düşür. Çünki biz qərəzsizlik etik davranış qaydasını oxuyanda gördük ki, orada nə var idi? Deyirdi ki, müəllim peşə vəzifəsini yerinə yetirərkən qərəzsiz olmalıdır. İrqinə, etnik mənsubiyyətinə, dilinə, cinsinə, sosial mənşəyinə görə və eyni zamanda əqidəsinə, ictimai o mənsubiyyətinə görə təhsil alanlara arasında fərq qoymamalıdır. Əgər müəllim fərq qoyursa, bu zaman qərəzsiz, yəni qərəzli nümayiş göstərmiş olur da. Əgər bunları əməl edirsə, müəllim qərəzsiz olur. Bu zaman demək ki, müəllim də şagirdin irqinə, cinsinə, dilinə, etnik mənsubiyyətinə görə fərq qoymamalıdır deyirsə, bu zaman nə olur? Müəllim qərəzsizlik nümayiş etdirmiş olur. 7-də də düzgün cavab A variantıdır müəllimlər. 8-ə baxırıq. 8-də deyir ki, şagirdlər KSQ-dən zəif nəticə göstərirlər. Yəni, kiçik summativ qiymətləndirmədən zəif nəticə göstərirlər. Buna görə müəllim onları sərt formada danlayır. Demək ki, bu deyir situasiyada hansı münasibət pozulmuşdur? Baxın müəllimlər, əgər müəllim sərt formada şagirdlə danlayırsa, pərt edirsə, bu zaman nə pozulmuş olur? Əlbəttə, təhsil alanla münasibət pozulmuş olur. Çünki burada təhsil alandan söhbət gedir. Ona görə düzgün cavab 8-də A variantı olacaq. 9-a baxırıq. 9-da 9-u oxuyuram sizlərə. 9-da da deyir ki, sual işarəsinin yerinə uyğun gələn cavabı müəyyənləşdirin. Yuxarıda deyir ki, müəllim öz peşə deməli vəzifəsindən və səlahiyyətlərindən kənar məsələlərə müdaxilə etməməlidir. Baxın, kənar məsələlərə müdaxilə etməməlidir. Müəllim özünün mənafeyinin vəzifə funksiyalarının icrası zamanı ona təsir etməsinə yol verməməli və buna şərait yaratmamalıdır. Diqqətlə baxırıq müəllimlər. Bu zaman biz nəyə götürə bilərik? Əlbəttə, öz peşə vəzifəsindən və öz səlahiyyətlərindən kənar məsələlərə müdaxilə etməməlidir. Bu nə olacaq? Əlbəttə, qərəzsizlik olacaq. Çünki qərəzsizlikdə var idi, öz peşə vəzifəsindən və səlahiyyətlərindən kənar məsələlərə müdaxilə etməməlidir. Əgər müdaxilə edirsə, artıq müəllim qərəzlik nümayiş etdirmiş olur. Əgər etməməlidir deyirsə, müəllim qərəzsizlik göstərmiş olur. Bu zaman elə burada müdaxilə etməməlidir sözü bizim açar sözümüzdür 9-da. Ona görə düzgün cavab D variantı qərəzsizlik olacaq müəllimlər. 10-cu sual oxuyuruq. Deyir, hansı variantda uyğunluq pozulmuşdur? İndi pozulan uyğunluqlara biz baxırıq buradan. A-da deyir ki, müəllim sosial mənşəyinə görə təhsil prosesinin iştirakçılarına fərq qoymamalıdır. Bəli, fərq qoymamalıdır deyirsə, biz demişdik axı, müəllim cinsinə, sosial mənşəyinə, dilinə, irqinə, etnik mənsubiyyətinə görə şagirdlərə fərq qoymamalıdır. Bu zaman müəllim nə göstərmiş olur? Qərəzsizlik nümayiş etdirmiş olur müəllimin etik davranış qaydası olaraq. Ona görə də A variantı tamamilə doğrudur. Qarşısında da doğru yazılıb, doğru. B-də deyir ki, müəllim bütün hallarda bir şəxs üçün vicdanlılıq nümunəsi olmalıdır. Bəli, müəllim vicdanlılıq nümunəsi olmalıdır deyirsə, elə bu vicdanlılıq etik davranış qaydasına aiddir. B variantı. Qarşısından konfidensiallıq yazıb, xeyr, bu yanlışdır. Elə yanlış da yazıldığı üçün, yəni götürmürük, elə yanlışdır və qarşısında da yanlış yazılıb. C-də deyir ki, müəllim etik davranış qaydaları pozduğu halda tez bir zamanda aradan qaldırmalıdır. İctimai etimad, bəli, bu da doğrudur. İctimai etimad da deyirdi ki, müəllim hər hansı bir davranışı pozarsa tez bir zamanda aradan qaldırmalıdır. Bu ictimai etimaddır və qarşısına doğru yazılıb, ona görə də doğru olaraq qalır.
deyir ki, müəllim təhsil müəssisəsinin işgüzar nüfuzuna xələl gətirə biləcək hərəkətlərə yol verməməlidir. Bəli, bu loyallıqdır. Amma qarşısına yanlış yazıldığı üçün biz bunu götürürük. Çünki deməli uyğunluq burada pozulub da. Çünki yuxarıda deyir axı uyğunluq pozulmuşdur. Biz də uyğunluq pozulan variantı axtarırıq. Deyir ki, deməli nə deyir? Deyir müəllim təhsil müəssisəsinin işgüzar nüfuzuna xələl gətirə biləcək hərəkətlərə yol verməməlidir. Burada xələl sözü bizim açar sözümüzdür. Bu loyallıqdır. Lakin qarşısına yanlış yazıldığı üçün uyğunluq pozulduğuna görə biz buradan D variantını götürə bilərik. Cavab D variantıdır. Y-də deyir ki, müəllim cəmiyyətin təhsil müəssisəsinə və təhsil işçilərinə inamını artırmalı və möhkəmləndirməlidir. Bəli, müəllim inamını artırırsa, möhkəmləndirirsə, müəllim peşəkarlıq və fərdi məsuliyyət deməli davranış qaydasının, etik davranış qaydasını yerinə yetirmiş olub və doğrudur. Qarşısına da doğru yazıldığı üçün tamamilə doğru variantdır. Demək ki, müəllimlər burada hansı variant pozuldu? D variantı. Nə üçün? Doğru olduğu halda qarşısına yanlış yazılıb. Ona görə də uyğunluq burada pozulmuşdur.